Biz uşaqlarımıza yemək veririk, geyim alırıq, məktəbə aparırıq. Bəs ruhları? Kim toxunacaq o balaca qəlblərə? Necə ki əlindən tutub məktəbə aparırsan, eləcə də bir gün tutub məscidə aparmalısan. Bəli, məktəb vacibdir. Amma elə din də vacibdir. Uşaqlar məktəbdə oxumağı öyrənir. Amma orada bəzən pis vərdişləri də görə bilirlər. Bu səni onları məktəbdən uzaq salmır. Düzdür, o zaman niyə məsciddən uzaq tutursan? Heç bir məsciddə uşaq pisliyi öyrənmir. Əksinə, orada ilk dəfə ağlayan kişiləri görür. Dağ kimi kişilərin göz yaşı içində İmam Hüseyn əleyhissalamın adını çəkdiyini eşidir. O anlayır, mərhəmət nədir? Görür ki, əslində hamı onun kimidir. Ağlayır. Pis bir şey olanda, ürəyi yananda susmur, ağlayır və uşaq fikirləşir. Əgər atam İmam Hüseyn əleyhissalamın adını eşidəndə belə titrəyirsə, deməli mən də ona bənzəməliyəm. Əgər anası Əli əleyhissalam deyəndə gözləri yaşarırsa, uşaq hiss edir. Deməli bu Əli əleyhissalam seviləsi biridir. Onu atam, anam sevirsə, mən də sevməliyəm. Uşağın yaddaşına həkk olunan budur. Gördüyü, eşitdiyi və qəlbində hiss etdiyi. Bu iz ömürlükdür. Onu qoruyacaq, onu dəyişəcək, onu formalaşdıracaq bir iz.